Salam hörmətli izləyicilər, bugünkü videomda mən sizlərə Bail həbsxanası haqqında qısaca məlumat verməyə çalışacağam. Nəzərinizə çatdırım ki, Bail həbsxanasının tikilmə vaxtı müxtəlif mənbələrdə 1876, 1880, 1886-cı illər kimi göstərilir. Bail həbsxanası deməli həbsxanası qəsrdir ki, vaxtilə Bail həbsxanası qəsr ki adlanıbdır. Qəsrdə yəni bilməyənlər üçün qeyd edeyim ki, qəsr yəni keçmiş zamanlarda xanları, bəyləri, zədəganları və feodalları deməli təhlükədən qorumaq üçün tikilmiş qalın divarı olan bir istehkam binası idi. Bu deməli qəsr əlverişli yerlərdə tikilir, həmişə çayların kənarında, dağlarda tikilir ki, bu da ki onları həm onun sakinlərini və sahiblərini quldurların basqınından və müəyyən ordulardan qoruyurdu. Bu qəsr demək olar ki, həmişə mövcud olmuş, xanlara, bəylərə məxsus olmuş, tikili olmuşdur. Dediyim kimi, onların təhlükəsizliyini qorumuşdur. Bail həbsxanası vaxtilə at tövləsi kimi də istifadə olunmuşdur. Burada deməli ilkin olaraq Çar Rusiyasına və Sovet hökumətinə qarşı çıxanları burada cəza çəkməyə göndərirdilər. Bail həbsxanasının ilk cəza çəkənləri isə jurnalistlər olmuşlar. O cümlədən Azərbaycanın tanınmış şəxsləri Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Əhməd Cavad və digər şəxslər burada cəza çəkmişlər. O cümlədən Yosif Stalin də burada cəza çəkmiş. Deməli Çar Rusiyasına qarşı çıxdığına görə ancaq o bu həbsxanadan qaça bilmişdir. Vaxtında deməli kriminal aləmdə olmuş Lotu Bəxtiyar da deməli bu həbsxanada cəza çəkmişdir. 2009-cu ildə artıq deməli Bail həbsxanası bağlanmışdır. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.